Mən Türkan Hüseyn, Berlin Film Festivalı çərçivəsində keçirilən Avropa Film Marketində iştirak etdim. Ümumiyyətlə, marketlərdə iştirakın məqsədi budur ki, əgər siz proyekt üstündə işləyirsinizsə, filmləriniz varsa, proyektləriniz varsa, hər hansısa bir mərhələdə olan inkişaf, production və ya post-production, siz marketə gedib proyektləriniz haqqında danışa bilərsiniz, potensial distributorlarla, prodüserlərlə görüşə bilərsiniz, həmçinin başqa bir ölkələrdə çəkiliş imkanları ilə tanış ola bilərsiniz, başqa bir ölkənin productionını gətirib Azərbaycanda çəkiliş etməklə bağlı danışa bilərsiniz, koproduksiya ilə bağlı anlaşa bilərsiniz və ümumiyyətlə həm nəinki prodüser və distributor, həmçinin festival proqramerləri ilə də görüşüb filminiz bitmədən və ya hələ layihə, hələ çəkilişmə anlarında, hələ post-production bitmədən və hazır olmadan potensial olaraq proqramerlərdən film haqqında danışıb onların da məsləhətlərini, fikirlərini öyrənə bilərsiniz. Mənim də rejissor olaraq ilk debüt filmim Ölü Həsən post-production mərhələsindədir və filmin gələcək yolu üçün mən marketdə iştirak edib potensial olan digər əməkdaşlıqlar barədə və festivallarla bu haqda müzakirə etdim. Ümumiyyətlə, marketlərdə, industriyalarda, festivallarda iştirak gələcəkdə də bütün rejissorlar və prodüserlər üçün vacibdir ki, Azərbaycan kinosunu təmsil eləsinlər və yeni çəkilən filmlərin beynəlxalq auditoriyaya çıxmasına daha çox kömək olsun.